Salam, hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. Məlum məsələdir ki, 2024-cü il ölkəmizdə əlamətdar hadisələrin çoxluğu ilə yadda qaldı. Onlardan biri beynəlxalq COP29 tədbiri idi ki, dünyanın bir çox ölkələri Bakıda bir araya gəldi. Müəyyən ekoloji problemlərin həlli istiqamətində müəyyən müqavilələrin imzalanması, danışıqların aparılması və ən sonunda isə böyük bir maliyyə paketinin ayrılması ilə yadda qaldı. Məhz COP-dan sonrakı dünyanın taleyi, ümumiyyətlə dünyanın iqlim problemləri ilə bağlı görə biləcəyi işlər və bu kontekstdə olan məsələlər və bir sıra ölkəmiz üçün önəmli olan məsələlər barəsində söhbət açacağıq. Beynəlxalq hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar İctimai Birliyinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonaları hüquqi dəyərləndirmə mövzusunda növbəti verilişimizdir. Mövzuyla bağlı maraqlı qonağımız var, maraqlı təklifləri var. Həmin qonağımız, belə desək, bu istiqamətdə bir çox layihələrdə iştirak eləyib, maraqlı təşəbbüsləri var, çıxışları var. Qonağımız Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlidir. Elman müəllim, xoş gəlmisiniz. Studiyamıza xoş gördük sizi. Çox sağ olun, dəvət elədiyinizə görə. Elman müəllim, məlum məsələ ki, ölkəmiz COP29 kimi böyük bir tədbirə ev sahibliyi etdi. Artıq COP29 bitib. COP29-dan sonraki mərhələlər, ümumiyyətlə dünyanı, Azərbaycanı nələr gözləyir? COP29 yəqin ki, BMT-nin iqlim dəyişikliklərinin nəticələrini müzakirə edən tərəflər konfransıdır. Yəqin tarixi ilə bağlı məlumatınız var. İlk dəfə 92-ci ildə keçirilib Braziliyanın Rio de Janeiro şəhərində. Orada müəyyən sənədlər imzalanıb, ancaq belə deyək də, iqlim fəsadlarının yumşaldılması ilə bağlı daha ciddi qərarlar Kyoto konfransında qəbul olunub 97-ci ildə. Nəhayət 2015-ci ildə Paris anlaşması imzalanıb ki, orada 198 ölkə imza atıb. Onlardan biri də Azərbaycandır və konkret dövlətlər üzərinə öhdəliklər qoyulub. O öhdəliklər nədən ibarətdir? Alimlərin araşdırmalarına görə, nüfuzlu beynəlxalq təşkilatların analitiklərinin hesablamalarına görə son 150 ildə yer kürəsində temperatur 1 dərəcəyə qədər artıb. Yəni, bu təhlükəli bir tendensiyadır. Əgər bu cür davam eləyərsə, 2100-cü ildə artıq 6,5 dərəcəyə qədər yüksələ bilər və bu yerdə, belə deyək də, canlı həyatın məhv olmasına gətirib çıxara bilər. Yəni, ciddi fəsadlara səbəb ola bilər. Qlobal istiləşmə, biz deyirik, hələ, mən sizə deyim, elə son dövrlər biz onun nəticələrini adi gözlə də görünür. Qlobal iqlim dəyişikliklərinin fəsadları, məsələn, mövsümlər yerin dəyişib, daşqınlar artıb, təbii fəlakətlər çoxalıb, qlobal iqlim dəyişikliyinin nəticələri gözlə görünən səviyyəyə gəlib çatıb. Bununla bağlı 2015-ci ildə dövlətlər öhdəliklər götürüblər. Azərbaycanın götürdüyü öhdəlik 2050-ci ilə qədər karbon emissiyasını 40%-ə qədər azaltmaqdır. Bəzi dövlətlər ümumən sıfır karbon prinsipini qəbul edib. Və çox qəribədir ki, 90-cı illərə qədər, ilk dəfə sizə deyim ki, bu ABŞ Senatında müzakirə zamanı 1988-ci ildə NASA alimi tərəfindən ortaya atılıb ki, qlobal istiləşmə artıq ciddi fəsadlar verməyə başlayıb və bu antropogen amillərin təsiridir. Yəni, biri var, deyək ki, insan qlobal təsirlər, bir də var, məsələn, antropogen təsirlər, yəni insan fəaliyyətinin nəticəsi. İnsan fəaliyyətinin nəticəsi nədir? Əhali sürətlə artır, şəhərlər artır, nəqliyyat vasitələri çoxalır, sənaye müəssisələri artır, qalıq yanacağı ilə işləyən sənaye müəssisələrinin və nəqliyyat vasitələrinin çox olması karbon emissiyasının artmasına gətirib çıxarır. İstilik effekti deyirlər, yəni istixana effekti. İstixana effekti nədir? Günəş şüaları, qısa şüaları yer kürəsinə düşür. Qaydanda, uzun şüalar qaydanda atmosferdə olan həmin o qazlar ki var, karbon, azot oksidləri, metan, onlar tərəfindən mane olur. Yəni, günəş şüası atmosferə, kainata buraxılmır və o istilik effekti yaradır. Və yer kürəsində qlobal istiləşməni də yaradan odur. Bu nə məntiq gətirdi, hara çıxartdı? Yəni, insan fəaliyyətinin nəticəsidir. İnsan fəaliyyətinin nəticəsində əgər bu qlobal istiləşmə yaranıbsa, deməli, müəyyən islahatlarla, müəyyən addımlarla o karbon emissiyasını azaltmaq lazımdır. Artıq dünyanın beyin mərkəzləri ciddi şəkildə düşünürlər bu barədə və Bakıda keçirilən COP29 tədbiri də
bu istiqamətdə ciddi qərarlar verdi və tarixi bir görüş oldu. Məsələn, orada Bakı iqlim məqsədləri elan olundu. Əvvəl, məsələn, 100 milyard idisə inkişaf etməkdə olan dövlətlərə iqlim dəstəyi, yəni qlobal iqlim fəsadlarının nəticələrinin yumşaldılması üzrə yardımlar bu il 200 milyard artdı, 300 milyard oldu. Yəni, bu öz-özlüyündə bir irəliləyişdir. Azərbaycanın bir sıra təşəbbüsləri vardı, yadınızdadırmı? Məsələn, inkişaf etməkdə olan dövlətlər üçün iqlim fondunun yaradılması. Yəni, bu müzakirələr davam edir. Yəqin ki, bilirsiniz də, COP tədbirləri hər il keçirilir. Ola bilsin ki, növbəti konferansda bu bir daha müzakirəyə çıxarılsın. Azərbaycan götürdüyü öhdəliklərə sadiqdir. COP29-dan əvvəl də Azərbaycan deyək ki, qlobal iqlim dəyişikliyinin nəticələrinin bir var mitiqasiya tədbirləri, bir də var adaptasiya. Mitiqasiya yumşaldılmadır, adaptasiya uyğunlaşma. Bizdə uyğunlaşma demək olar ki, hələ o həddə çatmamışıq. Biz təsirin yumşaldılması tədbirlərini həyata keçiririk. Öncə mən onu da xatırladım ki, bu layihə olduqca faydalı bir layihədir. Çünki adından da göründüyü kimi Azərbaycanın 3 böyük bölgəsi yaşıl enerji zonası elan edilib. Yəni, bu Azərbaycanın atdığı düşürülmüş addımlardır. Azərbaycan dövləti Paris prinsiplərinə sadiqdir və özü bu könüllü addımları atır. Yumşaldılma, yəni qlobal istiləşmənin təsiri necə yumşaldıla bilər? Yaşıllıq sahələri artırılır, neftlə çirklənmiş ərazilər təmizlənib. Məsələn, bir zamanlar Qara şəhər adlanan ərazi indi Ağ şəhər adlanıb. Orada bir dənə də neft müəssisəsi, çirkli torpaq sahəsi qalmayıb. Xəzər dənizinin sahili məişət tullantılarından müntəzəm şəkildə təmizlənir. Abşeronda, Şamaxı yolu üzərində böyük ərazidə meşə massivləri, yaşıllıqlar salınır. Tək onu deyim ki, daha Azərbaycan şairi Nəsiminin anadan olmasının 650-lik yubileyi ilə əlaqədar ölkədə 650 min ağac əkilmişdi. O müvafiq qurumlar bununla məşğul olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi o ağaclara qulluq göstərilir. Mən neçə dəfə həmin ərazidən keçmişəm, orada quruyan ağac görməmişəm. Yəni, əkilir və qorunur. Bundan başqa Azərbaycan 3 böyük bölgəsini dediyim kimi yaşıl enerji zonası elan edib. Şərqi Zəngəzur, Qarabağ İqtisadi regionları və Naxçıvan Muxtar Respublikası. Azərbaycanın günəş və külək enerjisi potensialı olduqca zəngindir. Məsələn, quruda günəş və külək enerjisi 27 giqavattdırsa, Xəzərin Azərbaycan sektorunda təkcə külək enerjisinin həcmi 157 giqavatdır. Qalır bu enerjini, bu potensialı enerjiyə çevirmək. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf prioritetlərindən də yaşıl enerjiyə keçid qırmızı xətt olaraq keçir. Bilirsiniz ki, mən Şərqi Zəngəzura tez-tez səfər etmişəm. Orada qurulan nəqliyyat infrastrukturu, sənaye müəssisələri yaşıl enerjiyə əsaslanır. Məsələn, Ağalı kəndində elektriklə işləyən avtomobillər üçün şarj aparatları var, şarj məntəqələri var. Bakının özündə, məsələn, Azərbaycanın belə deyək də atmosfer çirkliliyi ən çox olan bir neçə şəhəri var. Onun başda Bakı gəlir. Sumqayıt, Gəncə, Bakıda nəqliyyat strukturu hamımızın gözünüzün qabağında yaşıl enerji, yaşıl layihələrə əsaslanır. Ekoloji layihələrə əsaslanır. Elektrik və skuter yolları salınıb. 2040-cı ilin Bakının böyük planında tramvay xətlərinin bərpası, metro stansiyalarının genişləndirilməsi nəzərdə tutulub. Metro, bilirsiniz ki, metro, tramvay, trolleybus bunlar yaşıl nəqliyyat növlərinə aiddir. Yəni, daxili yanma mühərrikləri ilə işləməyən, belə deyək, nəqliyyat növləridir. Yəni, havanı daha çox çirkləndirən, daxili yanma mühərrikləri ilə işləyən avtomobillərdir. Azərbaycan, dediyim kimi, özünün modelini yaradıb biraz böyük iddia olardı, amma hər halda kifayət qədər ciddi addımlar atılır və orijinal ideyalar həyata keçirilir. Məsələn, heç kim gözləməzdi ki, Azərbaycan hökuməti iradə qoyacaq və nəqliyyatda tənzimləmə yaradacaq. Məsələn, köhnəlmiş avtomobillərin utilizasiyası prosesi sürətlənib. Gömrükdə müəyyən islahatlar həyata keçirilib. İli köhnə maşınların, daha doğrusu ili yeni maşınların, elektriklə işləyən maşınların, hibrid avtomobillərin ölkəyə gətirilməsi asanlaşıb, proseduru asanlaşıb və bəzi hallarda, rüsumlarda da asanlaşma yaradılıb. Bu yaxşı bir haldır.
Son vaxtlar ölkəyə elektriklə işləyən sərnişin avtobusları gətirilib. Mən əminəm ki, biz bu sahədə Cənubi Qafqaz ölkələrinin hər birindən qabaqdayıq. Azərbaycan bu sahədə öz qabaqcıl təcrübəsini yaradıb. Velosiped yolları, məsələn, çoxları gözləyir ki, COP29-dan sonra velosiped yolları ləğv ediləcək. Ancaq mən dəfələrlə sosial şəbəkədə, mediada çıxışlarımda yazmışam ki, bu məqsədyönlü siyasətdir. Yəni bu dövlət bundan geri çəkilməyəcək. Əksinə Bakı şəhərində insan yönümlü küçələrin sayı artacaq. Bu da biz bilirsiniz, bütövlükdə planet fəlakətə gedir. Əgər biz yer kürəsini qorumaq istəyiriksə, burada canlı həyatın yaşanmasını istəyiriksə, dayanıqlı belə deyək, həyat istəyiriksə, onda biz bu addımları atmalıyıq. Bu COP tədbirləri boşuna keçirilmir ki, dünyanın beyin mərkəzləri bunu hesablayıblar ki, il-ildən pis gəlir. Yəni hər 10 ildən bir, belə deyək, vəziyyət daha da ağırlaşır. Qlobal istiləşmə bilirsiniz, buzlaqların əriməsinə gətirib çıxarır. Şirin su ehtiyatları buzlaqlardadır. Yəni son zamanlar mən sizə deyim, dağların, əvvəllər uca dağların başı iyul aylarında da qar olardı. Məsələn, bu il, son illər ümumiyyətlə, Azərbaycanda belə deyək, Azərbaycan təbiətində dağlarda da qar, məsələn, əvvəlki səviyyədə deyil və bu da daha azalmışdı. Əlbəttə, onlar əridikcə yaz aylarında çaylarda su çoxalır, yeraltı su mənbələri aktivləşir. Bu il məsələn mən sizə deyim, Aran Qarabağda yeraltı su ehtiyatları xeyli azalıb, quruntu suları ki, məsələn 8-10 metrdən bir, məsələn onu çıxarıb artizan şəkildə insanlar istifadə edirdi. O sular demək olar ki, qəhətə çəkilib. Məsələn 400 metrdən özü qaynayan, belə deyək, şirin su ehtiyatları vardı. Onların əksəriyyəti quruyub. Yəni bu nəyin nəticəsidir? O gəlin belə deyək, erməni meşəni yandırmışdı da. İndi mən Aran Qarabağı deyirəm, Dağlıq Qarabağla bu eyni coğrafiyadır və bir-biri ilə əlaqəlidir. Həmin o uca dağlarda əriyən qarlar gəlib Aran bölgəsində həmin o qurun sular şəkildə ortaya çıxırdı, bulaqlar şəklində. Yəni qlobal istiləşmənin nəticəsidir ki, şirin su ehtiyatları azalır. Məsələn, Azərbaycan su stresi yaşayan ölkələr sırasındadır. Yaxın 30 ildə bizim şirin su ehtiyatlarımız azalacaq. Kür çayında 5-6 il bundan əvvəl yaranmış vəziyyət yəqin ki, xatırlayırsınız. Kür çayında böyük adalar yaranmışdı. Gəlib heç bəzən Xəzərə gəlib çata bilmirdi. Bu, həm əhalinin artması ilə əlaqədardır. Siz bilirsiniz ki, Kür çayı transsərhəd çayıdır. Türkiyədən başlanır, Gürcüstan ərazisindən keçir və Azərbaycan ərazisinə daxil olur, Xəzərə tökülür. Bilirsiniz, Helsinki konvensiyası var, 92-ci ildə imzalanmış. Çox təəssüf ki, bizim qonşularımız o konvensiyanı imzalamayıblar. O, transsərhəd çaylarından, resurslarından birgə istifadəni tənzimləyir o konvensiya. Qonşularımız o konvensiyayı imzatmadığından biz o prosesə nəzarət edə bilmirik. Çünki nə, deyək ki, mənsəbini götürdüyü ölkə daha çox normadan artıq istifadə edə bilər. Nə tranzit ölkə, nə də mənbəyi olan ölkə. Yəni, bərabər şəkildə istifadə olunmalıdır. Araz çayı Ermənistan tərəfindən kütləvi zəhərlənməyə, çirklənməyə məruz qalır. Ermənistan dağ mədən sənayesi bizim iri çaylarımızı zəhərləyirlər. Bu da bizim üçün problemdir. Yəni, gələcəkdə bizim su ehtiyatlarının azalmasına səbəb olan amillərdən biri də odur. Biz onu da yaxın, bundan əvvəlki illərdə də Ermənistanla, beynəlxalq təşkilatlarla işlədik ki, ekoloji təşkilatlar o problemi də həll eləməyə çalışaq. Azərbaycanın yaşıl enerjiyə keçid istiqamətdə, yəni işləri uğurludur, layihələr uğurludur. Siz bilirsiniz ki, Cənubi Qafqazda ən böyük günəş enerjisi stansiyası yaradılıb Qaradağ rayonunda. Bu uğurlu layihələrdən biridir. Şərqi Zəngəzurda bu potensial var, yəqin ki, ora böyük qayıdış reallaşdıqca orada həmin layihələr reallaşacaq. Biz ilk növbədə nəqliyyatı, yaşıl nəqliyyata keçirməliyik, daxili yanma mühərrikləri ilə işləyən avtomobilləri, ili köhnə avtomobilləri utilizasiya etməliyik. Onlar atmosferi həddindən artıq çirkləndirir. Yaşıl nəqliyyata keçməliyik. Bu elektrik qatarlarıdır. Son zamanlar siz görürsünüz ki, hər həftə bir xəbər çıxır. Məsələn, yatılı tipli qatarlar bağlanmışdı pandemiyadan sonra, onlar açılıblar. Bakı-Qazax istiqamətinə, Bakı-Balakən istiqamətinə bu cür qatarlar gedir. Elektrik qatarlar əvvəldən var idi, Bakı-Gəncə. Çox yaxşı olar ki, cənub bölgəsinə, şimal istiqamətinə də
bu cür nəqliyyat açılsın ki, yəni insanlar daha çox ona üst tutsunlar. Sizi əmin edirəm ki, yadınızdadır bir zamanlar manatlıq taksilər problem yaradırdı. Özü çox. Bəli, Priuslar problem yaradırdı. Həm yol nəqliyyat hərəkəti zamanı qayda pozuntularına yol verirdilər, qəza riskləri artırdı, insan ölümləri artırdı. Tıxacların sayında artımlar olurdu. Mütləq, bəli, çox doğru deyirsiniz. Ən əsası ilə tıxacları artırırdı. Amma məsələn, mən tez-tez Koroğlu istiqamətindən Mərdəkana gedirəm. Şüvalana istiqamətində gedirəm və yaxud Buzovnaya. Yeni xəttə avtobuslar buraxılıb, ekspres avtobuslar indi heç manatlığa heç kim yaxın durmur. Əvvəl onlar qiyməti qaldırıblar. İkincisi də ki, əvvəlki, yəni belə deyək, təklifdə yoxdur. Yəni həm də ehtiyac yoxdur. Bəli, ehtiyac yoxdur. Deməli, nəqliyyat sistemini sistemləşdirmək, daha belə deyək də işlək mexanizm yaratmaq olar bu sahədə. Şəhərin mərkəzindədir. Məsələn, Xaqani küçəsində Xaqani bağı, yəqin ki, bir hissəsi Xaqani küçəsində düşür, şəhərin mərkəzində və 28 may metrosunun qarşısı, dəmir yol bağısının qarşısı. Görürsünüz də, yenidən qurma işlərindən sonra ora insan yönümlü olub. Yəni, oradan ancaq piyadalar hərəkət edir, velosiped və skuter cığırları var və toplu daşıma, yəni sərnişin daşıma avtobuslar var. Şəxsi minik avtomobillər ora buraxılmır. Mən sizi əmin edirəm ki, çox yaxın gələcəkdə Bakının digər küçələrində də, mərkəzi küçələrində də bu tətbiq olunacaq. Şəxsi minik avtomobilləri buraxılmayacaq. Çünki Bakı həddindən artıq yüklənib. Həm hərəkət çətinləşib, həm nəfəs almaq çətinləşib. Atmosfer çirkliyi deyib gedirik. Axı, bunun altında yatan problemləri heç kim adi gözdən görmür. Bu, xəstəliklərin yayılması deməkdir. Ürək-damar, sinir sistemi xəstəlikləri, ağciyər, tənəffüs yolları xəstəlikləri yayılır. Xərçəng xəstəliyi yayılır hava kirliliyindən. Bu, dünya alimlərinin hesablamalarıdır. Məsələn, Tehranda bu var. Dünyanın ən çirkli şəhərlərindən biri Tehrandır. Tehranda, məsələn, xərçəng xəstəliklərinin sayı artıb. Ağciyər, tənəffüs yolu xərçəngi. Allah uzaq eləsin. Azərbaycanda hələ ki, yəni bu sahədə vəziyyət o qədər dözülməz deyil, amma hər halda qarşısını almaq lazımdır ki, bəli, gəlib o həddə çatmasın. Bakının yüklənməsinin qarşısını almaq üçün, məsələn, indi Şərqi Zəngəzura, Qarabağa böyük köçlər planlaşdırılır. Ağdam şəhərində nəhəng quruculuq işləri gedir, evlər tikilir. Yəqin ki, bu il, yaxın gələcəkdə ora 10 min, belə deyək, 20 min məcburi köçkünləri qaytarılacaq. Çox yaxşı olardı ki, məsələn, Xankəndi şəhəri, bilirsiniz ki, 2023-cü ilin sentyabrında Azərbaycan bütün ərazisində suveren hüquqlarını bərpa etdi. Xankəndi Azərbaycanın şəhəridir. Ağdərə, Hadrut Azərbaycanın rayonudur. Laçın, məsələn, o qədər də dağıdılmayıb. Mən bir istifa təklifindən çıxış etmişəm ki, ölkənin bir əhali sıx olan regionlarından belə həmin ərazilərə köçlər ola bilər. Sosial layihələr, sosial paketlər elan olunmalıdır gənc ailələr üçün. Qoyurlar, girib Hadrutda yaşasınlar. Məsələn, bəli, turizmlə məşğul olsunlar, yeni iş adamları getsin ora. Ora köçən iş adamlarına vergi yüzəşləri təklif olunmalıdır. Xankəndi, Hadrut, Ağdərə məskunlaşdırılmalıdır. Orada onsuz da Azərbaycan əhali olub. Amma o qədər olmayıb axı. Amma ora məskunlaşdırılmalıdır ki, Bakının yükü azalsın. Yəni, biz əgər dayanıqlı inkişafdan danışırıqsa, yaşıl enerjidən danışırıqsa, atmosfer təmizliyindən danışırıqsa, bu işlər Bakı üçün görülməlidir. Çünki son 30 ildə, deyək ki, belə planlaşdırılmayan urbanizasiya, sonra əmək miqrasiyası Bakını həddindən artıq yükləndirib. Bunu 30 il keçib də Azərbaycan artıq əvvəlki dövlət deyil. Biz güclü dövlətik, iqtisadi potensialımız var, qüdrətimiz var. Biz bunu eləyə bilərik. Əhalinin yerləşdirilməsini planla həyata keçirmək olar. Bakının yükünü azaltmaq olar. Peyk şəhərlər planı var idi bir zamanlar. Məsələn, universitetlər ələtdə formalaşdırılacaq, deyək ki, təhsil kamplarına köçürülməli idi. O plan həyata keçirilməlidir. Nə qədər ki, Azərbaycan iqtisadi potensialı var, deyək ki, karbohidrogen ehtiyatlarından gəlirlərimiz azalmayıb, bu planları həyata keçirmək lazımdır. İlham müəllim, siz danışığınız zamanı böyük qayıdışdan, eləcə də əhalinin köçürülməsindən, bu kimi məsələdən danışdınız. Amma başqa bir fərqli bir problem var. Yəni, yəqin ki, siz bunu izləyirsiniz. Son illər, xüsusən də Abşeron, yəni burada Xırdalan, Masazır, Sumqayıt, eləcə də
Bakının ətrafı, Bakı ətrafı ərazilərdə müxtəlif rayonlardan xeyli köç baş verir və bunun müxtəlif səbəbləri var. Məsələn, bura aiddir işsizlik problemi və digər məsələlər. Bununla bağlı nə düşünürsünüz? Məsələn, tutalım, yardımdan böyük köç gəlir Bakıya və yaxud da ki, Yevlaxdan köç gəlir. Yəni, bu heç də qaçqın deyil bunlar. Sadəcə müəyyən səbəblərə görə gəlirlər. Bəs bunun qarşısını necə almaq olar? Bilirsiniz, bu təbii olaraq baş verdi. Azərbaycan 91-ci ildə müstəqilliyini elan edəndə, yəni bizim müstəqilliyimizi istəməyən qüvvələr var idi. Azərbaycanın güclənməsini istəməyən qüvvələr vardı. Azərbaycanın bir hissəsi işğal olunmuşdu. 93-94-cü ildə mayın 12-sində biz atəşkəs sazişi imzaladıq Ermənistanla. Azərbaycanın təxminən 17 min kvadrat kilometr ərazisi işğal altına düşmüşdü və o ərazidən 1 milyona yaxın qaçqın Bakıya gəlmişdi. İndi onların hamısı Bakıya gəlməsə də hər halda bir 500 mini gəlmişdi. Təbii ki. Bəli, ondan sonra bilirsiniz, planlı iqtisadiyyat dağılmışdı. Bir qurulu bir iqtisadiyyat düzen var idi də keçmiş SSR-də. O dağıldı. İnsanların bir qismi, deyək ki, başqa ölkələrə üst tutdular. Rayon əhalisi Bakıya üst tutdu. Çünki təbii qaz yox idi. İşıq yanmırdı. Məsələn, belə deyək də, elektrik kəsintiləri tez-tez baş verirdi. İnsanlar, bilirsiniz, insan rahatlığa meyilli, rahat yaşamağa, belə deyək, meyilli bir varlıqdır. Hamı istəyir ki, bir ömrü var. Onda rahat yaşasın. Rahat yaşasın. Heç kimi siz qınaya bilməzsiniz ki, niyə lerikdən qarşısını necə almaq olar bəs bunun? O artıq baş verib də. Onlar gəlib Bakıda, deyək ki, safxoz və kolxoz ərazilərində böyük bələdiyyələr o torpaqları satdılar. Xüsusən 90-cı illərin sonlarında, bələdiyyə 99-cu ildə yaranıb. Və o böyük yaşayış məskənləri yaradıldı. Deyək ki, Binədə, Mərdəkanda, Məşdağada, Xırdalanda ilə əksər yerlərdə. Deyək ki, Bilgəhin özündən də böyük bir ərazidə yaşayış məskənləri yaradıldı. İndi bu insanlar bura gəliblər. Bakının əvvəlki infrastrukturu, nəqliyyat infrastrukturu yenilənməlidir. Yeni əhalinin sayına uyğunlaşdırılmalıdır, bu bir addım. Əhalinin geri qaytarılması isə, bilirsiniz, zorla heç kimi geri qaytarmaq olmaz. İnsanın yaşayış məskənini seçməsi konstitusion hüququdur. Hər bir Azərbaycan vətəndaşı istənilən, Azərbaycan Respublikasının istənilən ərazisində yaşaya bilər. Bayaq dedim, sosial layihələr elan olunur. Məsələn, mən müəllim tanıyıram ki, ali məktəbdə fəlsəfə doktorudur, ali məktəbdə dərs deyir, akademiyada elmi tədqiqatla məşğul olurdu. İndi Xankəndi Universitetində işləyir, Qarabağ Universitetində. Xankəndidə köçüb, ailəsini də köçürüb orada yaşayır. Deməli, bu mümkündür də. İnsanı zorla deyən, məsələn, sən A nöqtəsindən get, B nöqtəsində yaşa. Sən ona təklif eləyə bilərsən. Sosial paketlər elan eləyə bilərsən. Məsələn, gənc ailələr üçün güzəştlər elan elə, mənzil təqdim et, avtomobil dağ ərazisidir, avtomobil təqdim et. Rusiya tümeni necə məskunlaşdırdı? Həmin sosial layihələrlə, həmin sosial paketlərlə, güzəştli layihələrlə, iş adamlarına bayaq dedim, güzəştlər elan olunmalıdır ki, insanlar sıx əhalinin sıx məskunlaşdığı yerdən az məskunlaşan bölgələrə getsinlər. Qarabağ iqtisadi regionunun və Şərqi Zəngəzurun çox böyük potensialı var. Ərazidə siz bilirsiniz, əvvəla su resursları çoxdur. Məsələn, kəndlinin bir nömrəli, belə deyək də, dostu nədir? Sudur. Əlbəttə, bir fermerin ən böyük, belə deyək də, sərvəti sudur. Su varsa, məsələn, onun keyfi çox sazdır. O məhsul da əkəcək, gələcəkdən nikbin baxacaq. Amma su yoxdursa, o onu elə bilməyəcək. Və sizə deyim ki, Azərbaycan rayonlarının əksəriyyətində, istəyir su qovuşanda, bu yeni su qovuşanı demirəm, Kür-Araz çaylarının qovuşduğu bölgəni deyirəm. Kür-Araz çayı arasında bölgə, mərkəzi Aran regionunda su problemi var. Neftçalada, Saatlıda, Sabirabadda, İmişlidə, Ağcabəddə ciddi su problemi var. Bunun da qarşısını almaq üçün bayaq dedim, biz su stresi yaşayacaq ölkələrdənik. Bizim suyun daşınmasında problemlər var. Köhnə metodlarla kanal qazılıb, torpaq səthli kanallar və bilirsiniz ki, suvarma sistemləri. Suvarma sistemi eradan əvvəl 5-ci minillikdə, belə deyək, Misirdə selləmə suvarmadan istifadə olunurdu. Bizdə hələ də ondan imtina edə bilməmişik. Halbuki damcı metodu var, daha qənaətçil. Məsələn, selləmə suyu 40% gedib bitkiyə çatmır, 40% itkiyə gedir. Bitkiyə gedib hamısı çatmır. Torpaqda sovrulma gedir, su sovrulur.
yəni torpaq suyu sovurur, özünə çəkir. Bitkiyə də gedib çatmır. Amma damcı birbaşa bitkinin kökünə verir o suyu. Bu daha bütün dünyanın qəbul etdiyi əlverişli, iqtisadiyyatdan səmərəli metodlar var. Onu biz tətbiq etməliyik. Suyun daşınması, məsələn, Yuxarı Qarabağ kanalı torpaq səthli kanaldır. Məsələn, yaxşı olardı, indi o vaxtı, Sovet vaxtı o su qıtlığı hiss olunmurdu da, onu vaxt çəkiblə bolluq vaxtı. Amma görünür, böyük ərazilərə suyun daşınması plastik borularla və yaxud beton səthli kanallarla olsa daha yaxşı olar. Məsələn, Sərsəng su anbarında bərkitmə işləri mən bildiyim qədər aparılıb, bir neçə il əvvəl başlayıb. Orada da müəyyən kanallar var. O kanalların yenilənməsi zamanı beton səthli kanallara üstünlük verilir. Əksər bölgələrimizdə artıq damcı suvarma sistemi tətbiq edilməyə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı subsidiyalar ayırır fermerlərə. Bu yaxşı bir haldır. Mənə elə gəlir ki, tədricən biz su itkisinin qarşısını alacağıq. Amma ilk atılası addımlardan biri budur. Sonra Ağalıda o yaşıl texnologiyalardan danışdıq. O yaşıl texnologiyalardan biri də yağış kanalizasiyasının yaradılmasıdır. Məsələn, yağış yağır da, deyək ki, o niyə itkiyə getməlidir? Düzdür, onu içməli suya vermək olmaz. Bəlkə ən azından kənd təsərrüfatında istifadə etmək olar. Əlbəttə, yaşıllaşdırmada istifadə etmək olar, suvarmada istifadə etmək olar. Orada o binaların üzərində yağış kanalizasiyası, depolanması sistemi qurulmuşdu. Mən onun şahidi oldum və bu təcrübə digər ərazilərdə də yaygınlaşsa yaxşı olar. Mənim sizinlə tanışdığım daha çox Laçın-Xankəndi yolunda olan ekoaksiya zamanı oldu. Yadımda da Xalq qəzetindən bağlı, Xalq qəzetində sizinlə bağlı müsahibələr gedirdi və siz ekoaksiyanın aktiv iştirakçılarından birisiniz. Bunu nəyə görə çəkirəm bu misalı? Siz qonşularımızdan danışdıq, xüsusən də Ermənistandan. Göründüyü kimi COP29 ərəfəsində Azərbaycana qarşı avanturist bir hərəkətlər baş verirdi. Bu istər sosial mediada, istər dünya mediasında, xüsusən də Ermənistana havadarlıq edən Fransa kimi dövlətlər, qərb yönümlü qərb dövlətləri hətta deyirlər ki, Azərbaycan neft ölkəsi COP29 niyə Azərbaycana keçirilir? Yəni belə deyək də, qarayaxma kampaniyası geniş vüsət aldı. Amma belə desək, heç bir nəticə əldə edə bilmədilər. Ümumiyyətlə bu qarayaxma kampaniyasının arxasında məkirli planlar dayanır və bu məkirli planlar nədən qaynaqlanır? O, bilirsiniz, 2023-cü ildə, 2020-ci ildən sonra Azərbaycan öz ərazisində, deyək ki, işğalda olan ərazilərini azad etdi. 3 il sonra isə öz suverenliyini Qarabağ üzərində bütün ölkə arasında bərpa etdi. Bu təbii ki, nə erməniləri razı salmır, nə onun arxasında dayanan erməni lobbisini, nə də Fransa kimi böyük dövlətləri. Onların Azərbaycana qarşı bir qərəzi var idi. Çünki onlar güclü Azərbaycan istəmirlər. 91-ci ildə necə istəmirdilərsə, indi də elədir. Heç yanaşma dəyişməyib. Və bu qərəzli yanaşma COP29-a da yansıdı. Çox təəssüf ki, bilirsiniz, burada bəşəriyyətin taleyi müzakirə olunur, həll edilir, mühüm qərarlar qəbul olunmalıdır. Bunlar siyasi o cılız ambisiyalardan çıxış eləyərək COP29-u boykot etmək istədilər. Ancaq nail olmadılar. Neft ölkəsi məsələsini tez-tez vurğulayırlar. Özdə iri dövlətlər də vurğulayır. Tək o bizə istiqamətlənmir. Bundan əvvəlki COP28 keçirilən Birləşmiş Ərəb Əmirliklərinə də, Səudiyyə Ərəbistanına da. Mən sizə deyim, yaşıl enerji keçid istiqamətində ən uğurlu təcrübəni ilə neft ölkələri əldə ediblər. Amerika deyil. Amerika bəyəm neft ölkəsi deyil. Amerikada zəngin neft yataqları var. Rusiyanın var, Çinin var. Məsələn, Çin də bu yaşıl enerji sahəsində öndə gedən dövlətdir. Cənab Prezident bir neçə dəfə vurğulayıb ki, neft bizə Allah tərəfindən belə deyək verilmiş, təbiət tərəfindən verilmiş bir nemətdir. Biz onu sürətli silahlanmaya, nüvə texnologiyaların inkişafına sərf eləmirik ki, neftdən gələn gəlirik. Humanitar aksiyalara sərf eləyirik, humanitar layihələr həyata keçirilir. Azərbaycan təhsil sahəsində böyük islahatlar aparıb, insan kapitalını inkişaf etdirməyə çalışır, yaşıl enerjini inkişaf etdirməyə çalışır. COP29 kimi bu BMT-nin tədbiridir. Azərbaycan xərc qoydu, enerji qoydu, bu tədbiri keçirdi. Əksinə, həmin dövlətlər bu tədbirin keçirilməsinə öz töhfələrini verməli idilər və qərarların qəbul olmasında yaxından iştirak etməli idilər. Bunlar əslində Azərbaycana, belə deyək, arxa çevirmədilər. Bütövlükdə planetin gələcəyinə laqeyd olduqlarını göstərdilər. Yeri gəlmişkən biz urbanizasiyadan danışdıq, özü də sənayələşmədən danışdıq. Yəni bu böyük bir problemdir əslində. Ümumiyyətlə urbanizasiyanın, sənayələşmənin ətraf mühitə zərərlərini minimuma endirmək üçün nələr təklif edirsiniz?
Valla bu biraz bahalı layihələrdir. Məsələn, belə deyək də 50 illik sənaye müəssisəsini, deyək ki, ağır metallurgiya müəssisəsini, atmosferə karbon qazı, metan qazı buraxan müəssisəni biz yenilənmək istəyirik. Yeni texnologiyalar tətbiq olunmalıdır. Bu bahalı bir prosesdir, amma bəşəriyyət buna getməlidir. Bütün dövlətlər buna getməlidir. Mən sizə bir şey deyim, 90-cı illərdən dünyanın iri sənaye dövlətləri öz ərazisindən Asiya ölkələrinə köçürdülər həmin iri müəssisələri, deyək ki, istehsal müəssisələrini. Bunda nə dəyişir ki, deyək ki, Fransada karbon emissiyası azalır, amma Amerikada azalır, İngiltərədə azalır, amma müəssisələrin köçürdüyü Kambodjada, Vyetnamda çoxalır. Eyni planetdə yaşamırıq. Fərqi nə oldu ki, yenə planetdə qlobal istiləşmə baş verəcək də. Yəni, bu, bilirsiniz, total şəkildə islahatlar aparılmalı. Yəni, bura xərc qoymaq lazımdır və sənaye müəssisələri yenilənməlidir. Belə deyək. Məsələn, su elektrik stansiyası yarı yaşıl enerji hesab olunur, yarı qalıq enerjisi, fosil qalıqları ilə işləyən. Belə deyək də, bəzi yerlərdə su elektrik stansiyası suyun gücünə enerji alınır. Bəs o turbinlər nə ilə işləyir? Təbii qazla. Tədricən onu da, deyək ki, günəşdən alınan enerji ilə həyata keçirmək. Mən sizə bir şey deyim, yaşıl nəqliyyatdan danışırıq, avtobuslar gətirib Azərbaycan. Bilirsiniz də, azı 200-ə yaxın elektriklə işləyən avtobus gətirib. Onda sayı artmalıdır. Yaxşı, o nə ilə şarj olacaq? Yenə günəşdən alınan enerji ilə şarj olacaqsa əla. Yox, yenə biz təbii qazla su elektrik stansiyası işlədəcəksə, enerji alıb o avtobusları şarj edəcəksə, eyni olmur, amma yarı olur da. Ən azı avtobuslar havanı çirkləndirmir. Amma o hansı enerji ilə işləyir? O enerji, onu şarj eləyən enerji ilə alınır. Yəni günəş enerjisi olsa, burada nəticə hasil olur. Külək enerjisi həm də. Yaşıl enerji müxtəlif növləri var. Tək külək, günəş deyil. Hidrotermal var, sonra dalğa enerjisi var. Azərbaycanda ikisi daha çox yayğındır, günəş və külək enerjisi. Çünki biz okean sahilində yaşamırıq, o dalğa enerjisindən istifadə bizim üçün hələ ki, əl çatmazdır, belə deyək. Elman müəllim, ümumiyyətlə qənaət budur ki, təhsil sahəsi belədir ki, burada hər hansı bir ideyanın təbliği, təşviqi daha real görünür. Siz necə düşünürsünüz? Ümumiyyətlə, insanların yaşıl enerjiyə istiqamətini, təbiətin çirklənmədən qorunmasını təhsil vasitəsilə gənc nəslə necə aşılamaq olar? Hardasa 15 il bundan əvvəl, bax deyək ki, Rusiyada, Belarusda orta məktəblərdə ekologiya fənni tədris olunur. Bizimki o vaxt bir təklif verilmişdi. Bizim təhsil ekspertləri dedilər ki, bizdə uyğun fənlər var, təbiətşünaslıq, həyat bilgisi. Amma tam olaraq onu əhatə eləmir. Əlbəttə eləmir. Azərbaycanda ekologiya ayrıca fən kimi tədris olunmalıdır. Gənc nəsildə, şagirdlərdə erkən yaşlarda ekoloji tərbiyə, ekoloji şuur formalaşdırılmalıdır ki, o böyüyüb iş adamına çevriləndə 25 yaşdır, yaşlı ağacı yeyib kəsməsin. O artıq dərk eləyəcək ki, erkən yaşlarından o informasiyanı ötürəcək, o bilgiyə sahib olacaq ki, yaşlı ağacın o daha çox oksigen verir axı. Onun yetişməsi üçün 40-50 il keçməlidir. Sən 50 il ağacı kəsirsən, yerinə təzə fidan bastırırsan. O fidan oksigeni vermir axı. O oksigeni verməsi üçün 40 il qalmalıdır. 40 il ona baxmalısan, su verməlisən, qulluq eləməlisən. Yaşlı ağacları qorumaq lazımdır, xüsusən Bakı şəhərində. Bunu uşaqlar erkən yaşdan bilməlidir. Ona görə də əlbəttə maarifləndirmə tədbirləri çox azdır. Ekoloji yönümlü təşkilatlar, ictimai fəallar bu işi görürlər. Televiziyada, mediada, sosial şəbəkələrdə, amma bu azdır. Hesab edirəm ki, orta məktəbdə tədris olunsa daha yaxşı olar. Elman müəllim, çox maraqlı məsələlərdən danışdıq, çox maraqlı məsələlərə toxundunuz. Eləcə də bizim bu günümüz üçün ən aktual olan məsələləri önə gətirdiniz. Çox sağ olun ki, gəldiniz və verilişimizin qonağı oldunuz. Sizə təşəkkür edirik buna görə. Mən təşəkkür edirəm, layihənizə uğurlar arzulayıram. Minnətdaram. Daha bir verilişimizin sonuna gəldik. Qonağımız ekoloq Elman Cəfərli idi. Növbəti verilişlərdə görüşmək ümidi ilə.